Məlaət xanımla söhbətə. Yenə ürək doludur. Məlaət xanımla da zamanın necə axışını bilmərəm. Belə baxıram qarşıma. Deyirəm ki, indi Məlaət xanım, bax planşeti götürürəm Məlaət xanım. Mənim vəziyyətimə baxın. Üç sevdiyim maye qida qəbulu. Deməli, hər zaman deyirəm, mənim xətrimə gündə, məni o çox sevən analar, atalar var, bala, ölürük səndən. Deyirəm, bax, bircə dənə, mənim xətrimə bir stəkan. Mən bilim ki, gündə kiməsə faydam toxundu. Limonum içində olacaq mütləqdir. Bu, min bir dərdin dərmanıdır. Yaşıl, həyatda ən sevdiyim qida rəngi və bütün yaşıllar buradadır. Məlaət xanım hazırlayıbdır və nə olur olsun, inanın ki, şirinsiz olmaz. Mən bir daha Gülabatan xanıma təşəkkür edirəm. Çox dadlı reyhan kompotu var qarşımda. Amma faydalı desəm mədə bağırsağıma hansını əlinizi uzadacaqsınız? Təbii ki, mənim hazırladığım şey. Buna əlinizi uzadacaqsınız. Amma limonlu suyu mən də çox tövsiyə edirəm. Bəli, su ümumiyyətlə. Bəli, gün ərzində su içmək mütləq şərtdir. Və həzm sistemi orqanları dedikdə biz başlayırıq, mən ilk öncə qaraciyərdən. Qaraciyər, ödün funksiyası, mədə-altı vəz, mədə-bağırsaq sistemi. Bəli. O, tək qaraciyərdə detoks deyil, həmçinin də bütün mədə-bağırsaq sistemini təmizləyir. Aydındır. Çünki bir insanın orqanizmində gün ərzində biz baxsaq, hər birimizin bədənində müəyyən miqdarda nəcis kütləsi var ki, o da deyilir ki, 18 kiloqramdan 25 kiloqrama qədər insanın bədənində nəcis kütləsi olur. Və bunların qaldıqca orqanizmə verdiyi o toksik təsirləri düşündükdə, baxın ki, orqanizmdə köpün yaranması, sinirin pozulması, təzyiqin yüksəlməsi, diafraqma sıxıldıqda taxikardiyanın olması nə qədər insana zərər verə bilir. Əgər bugün nəsə demək istəyirsiniz? Yox, buyurun, buyurun. Mən ümumiyyətlə Allahın yaratdığı möcüzələr qarşısında həmişə aciz və belə baxıram, gözlərimi döyə-döyə. Çünki qidanın daxil olmasından, dediyiniz kimi, mədə bağırsa, qaraciyər, bağırsa və çıxışına qədər o qədər sağ sistemi ilə əlaqəli, o qədər gözəl yaradan bizi yaradıb ki, amma biz bəzən özümüz problem yaradırıq. Bəli, çünki düzgün qida rasionunun olmamağı, orqanizmdə gedən patologiyalara diqqət yetirməmək, vaxtı-vaxtında, məsələn, orqanizmin bağırsaqlarda əgər biz, məsələn, bugün həzm sistemi orqanları deyəndə mən nəyi nəzərdə tuturam? Ən çox insanlar bugün nə ilə rastlaşır? Köp, qaz, gəlmə, ürək bulanma. Doğru, niyə? Bax, bunlar varsa, təbii ki, insan orqanizmində demək hansısa narahatçılıqlar mövcuddur və bu orqanizmin bütün bölgələrinə öz təsirini göstərir. Əgər biz bugün desək ki, həzm sistemi orqanında, bugün bizdə, hətta bugün o qədər kiçik yaşlı uşaqlarda belə qəbizliyin, xroniki qəbizliyi, irsi faktorlar olaraq qəbizlik çox insanlarda var. Qaraciyərin funksiyası nəzərə alsaq, qaraciyər bizim orqanizmamıza düşən bütün zərərli maddələri, zəhərli maddələri zərərsizləşdirərək ödlüyə ötürür. Və ödün funksiyası həzmdə iştirak etməkdir həmin öd turşusunun. Və bağırsaqlarda düzdür, tənbəl bağırsaq ola bilər, peristaltika zəif ola bilər, bunlar ola bilər. Amma bunları yaradan səbəbləri aradan qaldırmadıqda, əgər oturaq həyat tərzi varsa, uzun müddət medikamentoz müalicələrdən istifadə edirlərsə, təbii ki, bu qəbizliklərlə daha çox üzləşə bilirlər. Əsas bizim məqsədimiz odur ki, insanlara faydalı məsləhətlər verək. Biz bugün bu qarışıqları hazırlayırıq, biz qida rasionumuzdan danışırıq, həyat tərzimizdən danışırıq. Bunların hər biri müəyyən xəstəliklərin yaranmasına səbəb olur. 12 barmaq bağırsağın xorasında, mədə-bağırsaq sistemi xəstəliklərində stres faktorlarının, sinir sisteminin birbaşa rolu var. Və biz orqanizmamızın normal işləməsi üçün daimi onun təmizlənməsi, o detoks dediyimiz prosedurları etməliyik. Detoks sadəcə budurmu? Biz niyə sizdən həmişə... Yox, bizim detoks üsullarımız çoxdur. Gəlin onlardan danışaq. Mən niyə həmişə, məsələn, bu üsula siz olanda üstünlük verirəm? O yadınızdadırsa, Dərviş gəlib Azərbaycanda Pariji partladırdı bizim o məşhur filmimiz. Amma otun dilini əslində bizim təbii sərvətlərin dilini öyrənmək üçün gəlmişdi. Bizim min bir dərdə dəva olan bitkilərimiz var. Qarabağın flora faunası nə qədər zəngindir. Çox zəngindir. Siz də bilirsiniz, ona görə danışmalıyıq. Bəli, mən çox vaxt buna yönəlirəm. Tibbi terminlər, tibbi həkim məsləhətləri çoxdur. Və əsas biz bugün
daha faydalı məsləhətləri verməyə çalışırıq. Savabınız da çoxdur ha bu işdə. İndi keçək o biri detokslara. Nə hansı detokslar? Baxın, detokslar çoxdur. Amma qaraciyərin funksiyasını nəzərə alaraq bu detoksları istifadə etməliyik. Gün ərzində gündəlik istifadə edə biləcəyimiz detokslar var. Bu hal-hazırda qoyduğunuz limonlu su sadə bir üsuldur, amma çox faydalıdır. Və səhər tezdən ac qarına bunu istifadə etmək olar. Maddələr mübadiləsini başlayıb artıq işə salmaq. Amma bəzən onları düzgün istifadə etməyən insanlar var. Səhər tezdən duran kimi hansısa soyuq suyu içmək o doğru fikir deyil. Öd kisəsinin funksiyasını nəzərə alsaq, ilıq formada içilməlidir ki, öd yaxşı buraxanda, necə deyərlər, öd möhtəviyyatı yaxşı süzüləndə bağırsaqlarda həzm prosesi aktivləşir. Və uşaqlarda, mən keçən dəfə dedim bu fikri, səhər tezdən Sovetlər devrində hər kəs yuxudan duran kimi şirin çayla pendir, yağ bunu istifadə edirdilər. Şirin çayın çox böyük ödqovucu təsiri var və həzmdə iştirak etməsinin çox mühüm rolu var. Və indi insanlar çox vaxt indi kalbasa, sosiska, çox yüngül fast-foodlara daha çox üstünlük verirlər. Amma hər gün biz indi deyirik ki, şəkər, bəli, şəkər xəstələrində... Əslində, bəli, mən də onu deyəcəkdim. Bunu ən çox endokrin olmaz, qənd olmaz. Amma şirniyatsız da olmaz. Bayaq mən necə dedim, şirinin də mütləq orqanizmə. O da mütləq günə. Baxın, bugün çox belə mövzular var ki, diyetologlarımız tərəfindən uşaqlara, böyüklərə çox qadağalar var. Amma mən kiçik yaşlı uşaqlara bu diyetoloji qadağaları qəbul eləmirəm. Ona görə ki, uşaqların inkişaf devridir, onların həzm sistemi, orqanizmi mükəmməl olması üçün onlar o qidaları mütləq qəbul eləməlidirlər. Əgər immun sistemi zəif olan bir insanın orqanizmi normal çalışa bilməz. İmmun sistemi zəif olan insanlarda da ən çox nə nəzərə alırıq? Biz qida rasionunu, natural qidalara daha çox üstünlük verilməlidir. Sintetik preparatları, bayaq dediyim kimi, vitaminlərə bugün daha çox üstünlük verirlər. Onları mən əleyhinə deyiləm. Təbii ki, bunlar istifadə oluna bilər. Amma bu o demək deyil ki, biz bugün bütün günü bu vitaminləri qəbul eləməliyik. Bu vitaminlərin süzülməsi, orqanizmdən xaric olması qaraciyərin yüklənməsinə gətirib çıxarır. Və qaraciyərdə vitamin deposunu yaranması üçün natural qidaların daha çox üstünlüyü var. Götürək dəmir preparatını. Dəmiri feretini aşağı olan insanlara uzun müddət müəyyən iynələrdən, tabletkalardan, müəyyən medikamentoz müalicələr tətbiq olunur. Amma o medikamentoz müalicələr dayanan kimi qan yenə də aşağı enir və insan orqanizmində müəyyən narahatçılıqlar yaranır. Bunların olması üçün hazırladığımız həmin şirələr, həmin prosedurlar çox önəmlidir. Və biz bilirik ki, bugün, məsələn, ən qısa bir resepti demək istəyirəm, bayaq dəmirlə bağlı. Bayaq orada indi onu hazırlamaq imkanımız olmadı. Amma ıspanaq, bir dəstə ıspanağı götürüb, onu sadəcə möhkəm çəkmək blenderdə və ona yarım limon əlavə etməklə dəmirin artmasında çox böyük demək olar ki, rolu var. Təbii ki, oraya yarım stəkan su da əlavə eləyəcək. Bu cür qarışıqlar bizim depomuza dəstəkdir və qaraciyərin natural qidalardan aldığı demək olar ki, minerallar, yəni süni qidalardakı qədər deyil. Mən natural qidaları ən çox məsələn vurğulayıram. Çünki hər bir bitkinin farmakoloji təsiri var. Hər bir bitkinin kimyavi tərkibi var və onların insan orqanizminə təsir mexanizmi var. Amma məsələn sizin sağ tərəfinizdə bəzi hazırlanmış çaylar, siroplar var ki, siz hər zaman deyirsiniz, tam təbiidir deyirsiniz. Bax, gördüyünüz bunların tərkibi tam təbiidir. Bu kapsula şəklindədir. Qaraciyər qoruyucudur və qaraciyər üçün ən önəmli çaylarımızdan biridir. Mələt, istənilən insan qəbul edə bilər. Bunu hər kəs profilaktik olaraq qaraciyərin təmizlənməsində, qaraciyər müalicələri ilə yanaşı normal, rahat istifadə edə bilərlər. Çünki bunların tərkibləri tam təbiidir. Hamısı Azərbaycanın öz dərman bitkiləridir. Mən yenə də deyirəm, həmişə deyirəm ki, dəfələrlə heç bir xaricdən gətirilmiş bitkini və xaricdən gələn məhsulları mən dəstəkləmirəm. Niyə görə? Düzdür, istifadə edə bilərik, bunlar hamısı gözəldir.
Amma bir şeyi unutmayaq ki, bizim orqanizmamız bizim öz təbiətimizə kodlaşıb. Ona görə fizioloji baxımdan dəstəkləsək, bizim öz təbiətimiz daha zəngin. Hansı yaşdan sonra içmək mümkündür? Baxın, bu isə gastromin və gastroprotektordur. Mədə qastritlərində, xoralar, bəli, necə? Xora, mədə qastrit. Mədə qastritlərdə, xoralarda, ümumiyyətlə mədə bağırsaq sistemi, həzm prosesi normal olmayan hər bir insan bu sirop şəklindədir, bunlar isə çay şəklindədir və hər kəs bunları istifadə rahatlıqla edə bilərlər. Neçə yaşdan sonra bax biz bunlardan isə, çünki uşağınkində nisbətdə sağlam olacaq, qaraciyərdə. Baxın, bizə elə gəlir ki, uşaqlarda hər şey normaldır, kiçik yaşlı uşaqlarda paraziti olan uşaqda hər şey normal olmaya bilər. Baxın, parazitar xəstəliklər özü də qaraciyər, öd, mədə, bağırsaq, həzm sistemi orqanlarında çox fəsad verən bir parazitdir. Parazitlər o qədər bugün yaygındır ki, parazitlərin orqanizmə verdiyi fəsadları biz saymaqla bitmək olmaz. Ali sinir sisteminə birbaşa təsir edir haşnana qurtları, trixanella, ən çox nevropatoloqların Rələ xanım da bilər, ən çox da uşaq həkimləri bizə daha çox yönəldilər. Trixanella paraziti birbaşa ali sinir sisteminə təsir edir. Həzm sistemində isə uzun müddət davam edərsə, bu parazit müalicəsiz qalırsa, təbii ki, qaraciyərin ödün funksiyasına da təsir edir və get-gedə vitamin deposunun aşağı düşməsinə, immun sistemin zəifləməsinə gətirib çıxarır. Ona görə də buyurun. Mən tamaşaçı sualları istəyirəm, onlar cavab tapsınlar suallarına. Mənim öd kisəmdə xırda daşlar və palçıq var yazıb. Qorxumdan əməliyyat olunmuram. Mənə dedilər ki, bəzi acı bitki çayları ödü qovur və daşları tökür. Amma mən qorxuram ki, o çayı içərəm, daş yerindən tərpənib öd axarını tutar. Öd daşı olan adam bitki çayı içə bilərmi? Birincisi, daşı varsa, əgər o vəziyyətdəsə, mütləq əməliyyat olmalıdır. Bu qorxunu yenəcək. Bəli. İkincisi, çox doğru eləyir ki, içmir. Əgər orada öd qovucu çayları içsə, onların hansısa gəlib kanala düşsə, təbii ki, o bir narahatçılıq yaşaya bilər. Ona görə bu içməməyi məsləhətdir. Daha məsləhətdir. Anamın mədəsi ağrıyanda sodanı suya qarışdırıb içir və deyir ki, mədənin yanmasını dərhal söndürür. Məlaid xanım, nə məsləhət verə bilərsiniz bununla bağlı? Baxın, bunu çox indi yayılmış bir üsuldur. İstifadə edirlər. Məsələn, sodyum atırlar bu sularda, istifadə edirlər. Eləmək olar, amma uzun müddət etdikdə sonradan başqa narahatçılıqlar da yarana bilir. Ona görə az müddətdə istifadə edə bilər, amma çalışsın ki... Mütəmadi olmamalıdır. Olmaz. Mən keçəndə eşitdim ki, periks qatıb içirlər. Bunları bir ara çox istifadə eləyirdilər. Amma müəyyən insanlar adi bir bitkinin özünü belə normal halda düzgün istifadə etmədikdə... İnci bir saflığı varsa da suda artıq içiləndə dərd verir o da. Əgər su dərd verirsə, onlar da verəcək. Onu düzgün istifadə olunur. Və əgər xora olsa, bu adam çox böyük narahatçılıq yaşaya bilər. Bəli. Ona görə hər nə olur olsun, həkim məsləhəti olmadan təbii üsullar belə məsləhət görmür. Səhər ac qarnına zeytun yağı içmək faydalıdırmı? Bir yerdə oxudum ki, zeytun yağı ödü partladır, bu doğrudurmu? Yox, ödü partlatmır, amma öd qovucu təsiri olduğu üçün, əgər daşı, bayaq dediyi kimi həddindən artıq, bilirsiniz, insanlar yenə deyirəm, bir dəfə bunu içməyə mən zeytun yağı olar. Amma onu aşırı dərəcədə içəndə təbii ki, o da zərər verəcək. Bu yaxınlarda bir nəfər gəlib və qara cirə yağından istifadə edib. Bu içdiyi bu yağ onu o qədər güclü allergik həssaslıqla gəlmişdi. Hətta dərisinə sürtüb, dərisində belə yanğılarla, övrələrlə gələnlər var. Yəni, mən bütün içilən hər bir şeydə çox diqqətli olmağı və düzgün istifadəsinin tərəfdarıyam. Aydındır. Bax, mədə yanması son zamanlar ən çox şey köpdür, o dediyimiz kimi ödlə bağlıdır, qaraciyərlə. Uşaqların səbəbsiz yerə çəki itirməsidir, halsızlığıdır, iştahsızlığıdır. Mən Nərgiz klinikası fərqini bilmək istəyirəm. Məsələn, sizə yaxınlaşanda bu insanlar, onlara göstərilən xidmətdən, hansı prosedurlardan keçmələri, nələri məsləhət görmələriniz, bax, bu haqda istəyirlər. Baxın, bizim Nərgiz klinikası çox profilli klinikadır. Təbii ki, bizdə allergoloqdan və yayda qonağınız olacaq, gələcəm ora mütləq.
Gözümlə görmək istəyirəm. İnşallah ayın 15-dən sonra mən olmayacağım. 15-dən sonra yaxşı ki dediniz cəmaat başına gəlməsə. 15-dən 1-nə qədər bəli, Bakıda olmayacaq, Lalə xanım da olmayacaq, bunu da deyim. Biz bütün həkimlərimiz var, yəni çox profilli klinika olduğu üçün ginekoloq da var, androloq var, nevropatoloq, kardioloq, məsələn, bütün profillərimiz var. Amma təbii üsullarla müalicə üçün təbii ki, mənə yanaşılırsa, orada ilkin öncə düzgün diaqnoz mənim üçün önəmlidir və xəstə müayinədən keçdikdən sonra ona lazım olan məsləhətlər və prosedurlar təyin olunur və dediyimiz kimi həmin bax bu məhsullarda istifadə oluna bilər. Əgər məsələn, bugün ən çox müraciət uşaqlardan, bayaq deyirsiniz, halsızlıq, çəki itirmə. Düzdür, parazitlə də bağlı ola bilər, xəstədə başqa anemiya ilə də bağlı ola bilər, xəstədə dizbakteriozla da gələnlər var, mədə-bağırsaq problemi olan uşaqlar çoxdur, nevroloji problemi olan uşaqlar da ola bilər. Bütün sahələrdən müraciət edə bilərlər. Amma parazitlə bağlı, bugün təbii ki, Nərgiz Klinikası parazitologiya mərkəzi kimi tanındığı üçün mən öz ixtiralarım əsasında hazırlamış. Parazitologiya bir də saç tökülməsi ən çox bunlarla bağlı. Saç tökülməsi təbii ki, o çox önəmlidir. Bugün ən qlobal mövzulardan biridir. Saç tökülməsini hər kəs müalicə eləyə bilər. Hər kəs deyir ki, mən müalicə eləyirəm, serumlar var, sosial şəbəkələrdə yetərincə. Amma onun düzgün diaqnozu və daxillə aparılmadan olan müalicələr istənilən nəticəni vermir. O Londonda olandır. Bəli, mən yəni uzun müddət bizim müalicələrdə gedən prosedurların içərisində bəli, saç tökülməsi çox önəmli yer tutur. Amma mən ən çox məsələn sevdiyim mövzulardan biri, bilirsiniz ki, monoqrafiyamda mənim elmişimdə sırf qaraciyər və öd xəstəlikləri olub. Və Azərbaycanın dərman bitkilərindən hazırlanmış, məsələn 23 patentin içərisində onun 6-sı məhz qaraciyər öd xəstəliklərindədir. Və bunun xarici ölkələrdə necə qarşılanması, mən həmişə deyirəm, məsələn, bu mənim üçün çox xoşdur. Çünki insanlar İsrailə məhz orada səhiyyənin güclü olduğu üçün müraciət edirlər. Amma sizi İsrail müraciət edir ki, hətta bu yaxınlarda təklif də almışıq ki, bir qrup həkim İsraildən bəlkə Nərgiz Klinikasına təşrifi var, gələcəklər. İnşallah, mütləq bizə deyin, biz də onları işıqlandıraq. Məsələn, Londondakı söhbət bu görüşdən gedir. Bax, burada mükafatlandırmadan gedir. Mən həmişə deyirəm, bəzən biz öz əlimizdə olan çox gec dəyərini bilirik, amma xarici təcrübələr onu dərhal mənimsəməyə çalışırlar. Amma mən onu deyim ki, o hər sirri verən deyil hər kəsə. Çünki özü illərini verib ona, özünün əziyyəti var onun üstündə. O ixtiralar, onlar öz təsdiqini tapana qədər, tamaşaçıya təqdim edilənə qədər. Ola bilər kimsə soruşsun ki, məsəl üçün bizə lazım olsa, biz necə, biz nə edə bilərik? Nərgiz Klinikasının nömrələri ekrandadır. Mən yenə də səsləndirmək istəyirəm. Siz şəhər telefonlarından 541-70-70-ə və mobil telefondan 051-388-70-70-ə zəng edə bilərsiniz. Bizim zaman bitdi Məlahət xanım. Mən bilirəm, sizin ürəyinizdə oludur. Deyəcək yenə necə bitdi? Söhbət maraqlı olanda su kimi axar gedər zaman və hələ 3 mövzunun 3-ü də gündəlik qarşılaşdığımız bir problemlərdir deyə. Amma bir son sual verim sizə. Yay vaxtıdır. Hansı bitkilərə, hansı tərəvəzlərə sağlamlığımız üçün üstünlük verək və rasionumuzda mütləq gündəlik istifadə edək? Baxın, orqanizmdə olan xəstəliklərdən asılı olaraq, məsələn, mədə-bağırsaq xəstələrinə daha çox tövsiyə edərdim ki, bağa yarpağından istifadə etsinlər. Qırxbuğum, dazotu bitkisi. Qaraciyər öd xəstələrinə tövsiyə edərdim ki, qısa tərpətöyün, bax bilirsiniz ki, tərpətöyünü çox sevirəm. Sizdən sonra siz nə qədər adam tərpətöyün yiyir? Bəli, bugün bütün şəbəkə tərpətöyündən danışır. Bəli, amma görün nə qədər savabdır. Amma həqiqətən də saçdan tutmuş mədə-bağırsaqda, həzm sistemində və qaraciyər öddə tərpətöyünün əvəz olunmaz yeri var. Onunla yanaşı mütləq, məsələn, qaraciyər öd xəstəliklərində it burnunun çiçəyi karotinlə doludur, C vitaminindən və immun sistem, əsas da hepatiti olan xəstələr it burnunun çiçəyindən
düzgün istifadə edin. Yanaşı olan hər şey dedi, amma mən yenə deyirəm, yanaşı siz Nərgiz klinikasına gedə və Məlahət xanımın məsləhətlərini ala bilərsiniz. Mən bir daha hər 3 həkimə təşəkkür edirəm. Beyin bizim üçün olduqca önəmlidir, çünki idarə etmə mərkəzidir. Onu da Jalə xanım idarə edə bilir. Amma nə olur olsun, beyinə qan gəlməlidir ki, qidalansın. Eldar doktorumuz bununla məşğul olur, sağlam qan hərəkəti və qanın da istənilən orqanizmin sağlam olması üçün doğru qidalar lazımdır bizə. Bu işlə də Məlahət xanım məşğul olur. Hər üçünə təşəkkürümü bildirirəm. İnşallah növbəti mövsüm görüşmə ümidi ilə deyirəm. Sabah isə biz yenə efirdə